Və başqa hədisdə isə Ənəs bin Məlik deyir ki, eşitdim Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurur. Allah Teala belə dedi. Hansı ki bu ilahi hədisdir. Yəni Allah Teala deyir. Və bu ilahi hədisdə Allah Teala buyurur ki, Yəbnə Ədəm, ey Adəm evladım, İnnəkə mə dəavtəni və rəcavtəni ғəfərtu ləkə alə mə kənə minkə və lə ubəli, ey Adəm evladı, nə qədər ki sən mənə dua edirsən, məndən umursan, sənin günahlarını bağışlayacağam, heç məhəl qoymadan. Yəbnə Ədəm, ləv bələğət zunubukə anənəs səməy, ey Adəm evladı, əgər sənin günahların göylərə qədər çatsa, ثُمَّ اسْتَغْفَرْتَنِي غَفَرْتُ لَكَ وَلَا أُبَالِي, sonra məndən istiğfar diləsən, səni bağışlayaram heç məhəl qoymadan. Ey Adəm evladı, Yəbnə Ədəm, İnnəkə ləv əteytəni bi qurabil ardı xataya, əgər sən mənə yer dolusu qədər günahlarla gəlsən, ثُمَّ لَقِيتَنِي لَا تُشْرِكُ بِي شَيْئًا, sonra mənə heç bir şey şərik qoşmadan mənimlə görüşsən, qarşılaşsan, لَأَتَيْتُكَ بِقُرَابِهَا مَغْفِرَةً, mən də sənə yer dolusu qədər məğfirət bağışlanmayla gələrəm.